Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Dambovski. İnsan münasibətlərini analiz eləməyə davam edirik. Bugünkü mövzumuzda söhbət açacağam ki, qadın və kişi sevgili münasibətlərində hər iki tərəfdən biri fərq yoxdur, istər qadın, istər kişi. Bir insana qarşı real hissləri olmayanda, lakin hansısa bir səbəbdən o münasibət davam eləyəndə bunu necə anlamaq olar? Birinci əlaməti o insan heç bir zaman sizinlə açıq deyil. Yəni ona sual verəndə ki, məni sevirsən, ya susur, ya deyir ki, səni çox istəyirəm, ya da deyir ki, sən mənim üçün çox vacibsən, ya da deyir ki, səni sevməsəm, sənə qarşı hissim olmasa burada olmaram ki, yanında olmaram ki. Amma hər nə olursa olsun bu cümləni işlətmir. Mən səni sevirəm demir heç bir zaman. Və qeyri-müəyyən davranır. Səninlə gələcəklə bağlı heç bir planları yoxdur. Qəti şəkildə səninlə bağlı xüsusi bir planları yoxdur. Yəni münasibətə daha doğrusu bizi yox, mən elə bir ki, şəkilçisini əlavə eləyir. Mənim planlarım, mənim necə deyirlər karyeram, mənim necə deyirlər prioritetlərim. Amma biz sözündən istifadə eləmir. Yalnız və yalnız biz sözündən o zaman istifadə edir ki, sizdən asılacağı var. Ya maddi, ya mənəvi, ya da çətinə düşür. O zaman deyir ki, artıq bizik. Onu da çox kontrollü şəkildə deyir. Yenə də demir ki, mən səni sevirəm. Bu birinci əlamətdir. İkinci əlamət nədir? Xırda bir çətinlik olanda, istər maddi, yəni siz tərəfdən, istər mənəvi, deyək ki, dərdləriniz var, istər deyək ki, qəza olsun, istər xəstəlik olsun, hansısa fərqi yoxdur. Həmin anda o yoxa çıxır. Bunun da səbəbini çox işim var idi, evdə problemlərim var idi, mənim necə deyirlər, başım son zamanlar qarışıqdır, mesajlara çox qısa-qısa cavab vermək, soyuq cavab vermək, gec cavab vermək, danışıqda necə deyirlər, məsafə bu formada. Elə ki, sanki necə deyirlər, heç öncədən real münasibət olmamış kimi bir his yaradır. Qəti şəkildə sizinlə necə deyirlər, həqiqi kontakta girmir. Bir də görsən günlərlə yoxa çıxır. Yəni siz mesaj yazırsınız, orada deyək ki, WhatsApp-dırsa, məsəl üçün orada bir dənə tık görünür və yaxud da iki dənə görünür, amma oxunmamış olur. Yəni bir sözlə, çətinliklərin olduğu anda o birbaşa olaraq uzaqlaşır. Əksinə sizin rifahınız yaxşıdırsa, özünüzü yaxşı hiss edirsinizsə, pulunuz varsa, yəni ümumiyyətlə durumunuz, kondisiyavınız yaxşıdırsa, tez-tez sizə yazır, sizlə maraqlanır. Yəni bir anlamda saxta qayğı keşlik rolunu oynayır. Üçüncü əlamət, əzab çəkmək bu insanın bir həyat tərzidir. Hər zaman necə deyirlər, hər şeydən narazıdır, hər zaman şikayət eləyir, hər zaman haqsızlığın olduğunu vurğulayır. Elə hər şəkildə, hər formada. Ümumi necə deyirlər, şikayətlər. Hər zaman deyir ki, mənə əziyyət veriblər, mənə əzab veriblər, uşaqlıqda əziyyət çəkmişəm. Sizə ancaq öz dərdlərini necə deyirlər danışır. Yəni siz onun üçün onun negativ emosiyalarını toplanmaq üçün bir konteynersiz. Deyək ki, anası ilə olan dərdli münasibəti sizə danışır, atası ilə danışır, keçmiş sevgilisi ilə danışır, əgər varsa, dostlarından danışır. Məsəl üçün deyək ki, qrup yoldaşlarından danışır, kollegalarından da, kim ki ona haqsızlıq eləyib, daimi bu mövzular ətrafında danışır və onlardan şikayət eləyir. Dördüncüsü, hədsiz dərəcədə olan egoizmdir. Özünün istəkləri, özünün komfortu, özünün arzuları, özünün prioritetləri ən ön sıradadır. Yəni sizin dərdləriniz, istəkləriniz avtomatik olaraq ignor olunur. Siz öz istəklərinizi dilə gətirəndə artıq o bundan narahat olmağa çalışır və söhbəti fırladır. Və beşinci, hər zaman günah başqalarındadır və yaxud da şəraitdədir.
Yəni özündə qəti və qəti şəkildə bu adam səhv görmür və üzr istəmir. Üzr istəmək deyilən bir anlayış yoxdur. Hətta məcburən üzr istəsə belə, "Əşi üzr istədim də, amma sən də belə hərəkət elədin mənə qarşı. Amma sən də məni məcbur elədin buna qarşı. Amma sən də məni özündən çıxartdın." Hər zaman bir amması var. O da çıxış yolu qalmayanda. Yəni, görəndə ki, hardasa, hansısa səviyyədə sizdən asılıdır, o baxımdan. Başa düşürsünüzmü? Altıncı, bu da önəmli məsələlərdən biridir. Bu adam sizlə bərabərdə sizi qucaqlayır, sizi öpür, sizin əlinizdən tutur, amma hiss edirsiniz ki, bu o deyil. Yəni sizin hissləriniz, yəni buna diqqət eləsə, hiss edirsiniz ki, emosional soyuqluq hakimdir. İstər sevişəndən sonra, istər xoş söhbətdən sonra, istər xoş gəzintidən sonra, istər xoş cinsi münasibətdən sonra birdən-birə öz porsa, necə deyirlər, elə bir ki, zövqünü alır, sizdən uzaqlaşır. Bir dəfə necə deyirlər, güclü münasibət yaşayın, deyək ki, yataqda, məsəl üçün, 2 gün, 3 gün sizə qarşı soyuq olur. Elə bir ki, sanki elə bir ki, o emosiyaları elə bir ki, doyur. Sanki elə bir ki, hansısa bir doyumu, çatışmazlığı elə bir ki, doldurmaq üçün sizinlə münasibət qurur. Amma elə bir ki, münasibətdə necə deyirlər, axıcılıq, necə deyirlər, yoxdur. O axıcılıq sistemi pozulur. Buna emosional yerləncək də daxildir. Bir də görsən deyir ki, yox, bizimki tutmaz. Mən səni indi bloka atıram. Yəni, mənim təkliyə ehtiyacım var. Mən, necə deyirlər, fikirləşməliyəm. Mən, necə deyirlər, elə beynimdə müəyyən şeyləri qərarlaşdıra bilməmişəm. Bu cür münasibətlər mənə görə deyil. Mən evlilikdən qorxuram, mən filan şeydən qorxuram. Bir də görsən, bloka atır, bir blokdan çıxardır. Bir uzaqlaşır, bir yaxınlaşır. Bir, necə deyirlər, yaxşı davranır, bir pis davranır. Bir soyuq davranır, bir isti davranır. Yəni, yırğalanma, çalxalanma var. Çünki nəyə görə? Ortada real, necə deyirlər, sevgi yoxdur. Real sevgi olmadığına görə o davamlı olmur. Yəni, sırf ehtiyaca görə, yəni fizioloji, psixoloji ehtiyaclara görə münasibət olduğuna görə tək qalmayım, mənə dəyər verilsin və yaxud da, necə deyirlər, mən təmin olunum. Yəni, buna ehtiyacı olanda o zaman sizə qarşı, necə deyirlər, istiliyi artır. Əgər bunlara ehtiyac yoxsa, avtomatik nədir? Soyuqlaşır. Yəni, bunlara çox fikir vermək lazımdır. Bu çox önəmli məsələlərdən biridir. Daha sonra bir yedincisi, bu da çox önəmlidir. Negativ emosiyalara qarşı qətiyyən dözümü yoxdur. Məsələn, deyək ki, olur da, məsələn, siz yorğun olursunuz, kədərli olursunuz, əsəbi olursunuz. Həmin anda avtomatik incimək, sizi günahlandırmaq ki, sən niyə görə əhval-ruhiyyən belədir, nəyə görə mənə qarşı soyuqsan. Əksinə, özünüz bu şəkildə ona davrananda o skandal qaldırır, söz-söhbət qaldırır, aləmi bir-birinə qatır. Yəni, bir sözdən sizi günahlandırır. Yəni, nəticə olaraq bu tip münasibətlərdə siz daha çox verən tərəfsiz, amma bir o qədər də almırsınız. Və yaxud da demək olar ki, heç almırsınız. Yəni, münasibətin əsas məsuliyyətini, əsas yükünü siz daşıyırsınız və bu yük altında siz əzilirsiniz. Yəni, belə olanda bir çox psixosomatik, necə deyirlər, hallar mövcud olur. İnsanın ürəyi, necə deyirlər, tez-tez döyünür, insanda həyəcan pozuntusu formalaşır, işığa qarşı həssaslıq olur, səsə qarşı həssaslıq olur. Artıq, necə deyirlər, siz o insanı həyatınızın mərkəzinə qoyduğunuzdan başqa heç bir şeyə həvəsiniz olmur, heç bir hədəfiniz olmur, həyatı məqsədiniz olmur. Yəni, əvvəllər deyək ki, yaxşı oxuyurdunuz, oxuya bilmirsiniz. Əvvəllər deyək ki, çox güclü işçiydiniz, performans aşağı düşür. Yaxşı idmançıydınız, artıq necələr məşqə arada bir gedirsiniz, demək olar ki, getmirsiniz. Yəni, bir sözdən sizin bütün həyati keyfiyyətinizə təsir edir. Əsas hakim olan duyğulardan da biri həyəcandır. O insanla bağlı ki, bilmirsiniz ki, nə olacaq, tərk eləyəcək, qalacaq, gedəcək, sizə reaksiyası nə olacaq. Şübhədir, yəni ümumiyyətlə bilinmir ki, axırda nə olacaq. Və təhlükəsizlik hissiyatının olmamasıdır. Daimi siz, necə deyirlər, özünüzü təhlükədə hiss edirsiniz. Əsas əlamətlərdən də biri bədəndə, məsəl üçün, çiyinlərin, ondan sonra çənə əzəllərinin, boyun əzəllərinin sıxılmasıdır. Ümumiyyətlə, əzəllərin gərginliyidir, əzələ zajımı olur. Sanki elə bir ki, siz onu, necə deyirlər, aça bilmirsiniz. Yəni, bütün bunların hamısına fikir vermək lazımdır və bu sizin partnyorunuzda varsa, demək ki, o sizi sevmir.